Salihlar və salih əməllər. Abduri Muhammed Yusuf. Ərəb tilidəki salih degan sözünün lüğətdəki mənisi üstüdəki məsuliyyətni ada qılğan və top-toğru yolda bolğan adam deganlik bo'lib, İslam atalğısıda bolsa, Allah Taala bilan bolğan münasibəti yaxşı bolğan və Allah Taala buyurğanını qılıb tosqanını qılmaydigan adamni göstərdi. Ölümalar umuman salih atalğısını özün islah qılğan, yaman işdən tosulub, yaxşı iş dairəsində iş qıladigan adam deb tərifləydi. Çünki adam salih dərəcəsiga yetgəndə, onun ibadətləri özü yamanlıqlardan və nacarlıqlardan tosub, əxlaq fəzilət dairəsiga kirgizdi. Bu namazның günahdan tosqiniga, rozının adamni taqvadarlıq mərtəbəsiga götürgeniga, zakatның onu səxiylikdən ibadat güzel əxlaq ega qılğaniga oxşaş. Salih kişilərinin sübətləri. Allah Taala Qur'on-Kərimdə özünün salih bəndələrini tüvəndikcə sübətləgən. Rəhman Allah'ın salih bəndələri zimində özlərini tüvən tutub təmkinlik bilən mağdı. Nadanlar ulağa nalayiq sözlərini qılsa, ular aman bulaylı deydi və ötüb getidu. Ular keçilərini Rəbbigə səcdə qilish və qiyamda turuş bilən ötküzdü. Ular eydidu. Ey Rəbbimiz, cəhənnəm azabını bizdən yirak qılğın. Şəksiz ki, cəhənnəmnin azabı daimilikdir. Cəhənnəm rastilla yaman qarargahdır, yaman joydur. Ular xirajat qılğanda israfçılıqmı qılmaydı, bexillikmi qılmaydı, o'ttir hal xirajat qılıdı. Ular Allahqa başqa bir ilahni şerik qılmaydı. Nahaq adam öldürüşdək Allah haram qılğan işni qılmaydı. Zina qılmaydı. Kimki bu günahlardan birərsini qıldı ekan, o jazoga uchraydi. Qur'on-Kərimdə: "Ey payg'ambar, iman etgan və yaxşı əməllərni qılğanlarga astidan o'stanlar eqib turadigan jannatlarga kirdiganlik bilan xush xabar bergin. Iman etgan və yaxşı əməllərni qılğanlar jannat ahlidir. Ular jannatda məngü turdu" degan oyatlar buning misoli. Bu söz Allah Taala yaxşı gördigan, razı buldigan və Allah Taala'nın razılığını gözləb qılınğan hər qandaq əməlni göstərdi. İman bilan yaxşı əməl qushning ikki qantiga o'xshash bo'lib, bizni dunyo va oxiratning amonligiga ilib boradi. Əməlsiz iman bizni qutqizishga yetmagandek, imansiz əməl foydasizdir. Yaxşı əməlning qabul bo'lish shartlari. Dinimizdə hər qandaq bir əməlnin Allah Taala'nın dərgahida qabul bo'lishi uchun mundaq 3 şart var. Birinci, əməlnin dinimizning ko'rsatmasiga və payg'ambar alayhissalomning o'rgatganlariga uyg'un bo'lishi. Payg'ambar sizlarga berganni ilinglar, payg'ambar cheklagan narsadan chekininglar. Bu oyat payg'ambar alayhissalomga agishishning farz ekanligini va har qandaq amal ibodatning payg'ambar alayhissalomning qilib ko'rsatganlariga muvofiq bo'lishi shart ekanligini ifodalaydi. Ikkinchi, amalning Alloh taolaning roziligini ko'zlab qilingan bo'lishi. Ular faqat dinni Allohga xos qilgan, haq dinga e'tiqod qilgan holda Allohga ibodat qilishga, namozni mukammal ado qilishga, zakotni berishga buyurilgan edi. Bu oyatning dinning asosi Allah Taalaga xolis ibodat qilish ekanligini va amalning qabul bo'lishi uchun ixlos shart ekanligini ifodalaydi. Uchinchi, amalning iymon va to'g'ri aqida ustiga qurilgan bo'lishi, ya'ni amal qilguvchining musulmon bo'lishi va aqidasining durust bo'lishi. Chunki iymoni yo'q yoki iymoni bo'lgan taqdirdami, aqidasi islom ta'limotiga zid kelgan kishining qilgan amal ibodatlari qabul bo'lmaydi. Yaxshi amalning mevalari intayin ko'p va katta bo'lib, uning eng oldinqisi dunyo va oxiratda huzur alovatlik hayotga ega bo'lishdir. Ayol mo'minlardan kimki mo'minlik holida turib biror yaxshi amalni qiladi ekan, biz uni albatta eng yaxshi hayotda yashatamiz va albatta ularning mukofotini qilgan amallarining eng yaxshisi bilan beramiz.